10 may Ümumilli lider Heydər Əliyevin doğum günüdür. Xalq ulu öndərini hörmətlə xatırlayır. O, ölkəsini sevən, parlaq gələcəyə inanan və bunun üçün əzmlə çalışan lider idi. Heydər Əliyevin ən böyük məqsədi Azərbaycanı hər zaman güclü görmək idi. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Yaşadığımız suveren və firavan ölkə onun həyata keçmiş arzusudur. Azərbaycan dövlətinin memarı və qurucusu, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü qeyd olunur. Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək məqsədi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə Nəcəf Allahverdiyev adlı peşə məktəbinin Həmkarlar Təşkilatının üzvləri üçün Şuşa şəhərinə səfər təşkil olunub. Səfər iştirakçıları Qarabağın tacı olan Şuşada olaraq bu müqəddəs torpaqların tarixi mədəni abidələri ilə tanış olub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar. Bu ziyarət həm ümumilli liderin zəngin dövlətçilik irsinə bağlılığın, həm də Qarabağın dirçəlişinə olan sevincin ifadəsi olub. Şükür bugünə ki, bu günlərin biz buranı ziyarət edirik. Bugün Ağcabədi Peşə Məktəbi bütün kollektiv adından hamımız bura gəlmişik, ziyarət edirik. İnşallah birinci turumuz buradadır. Qarşı tərəfdə fikrimiz Qərbət kəndidir, Xan kəndidir, Şuşadır. Biz bu günlərin bura gəlmişik. Şükür ki, biz bu günlərin gəlmişik bura. Bu vandalizmdən, bu erməni düşmənlərindən azad olunmuş, bu həsrətlə bir 32 illik baxdığımız bu Cümə məscidində bugün şükürlər olsun ki, biz bura qədəm qoyuruq. Allah dövlətimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, Ali Baş Komandanın canını sağ eləsin. Şükür ki, bunu bu günlərimizə yaşadıqlar. Bayramımız mübarək olsun. Mən çox şadam ki, biz bugün kollektiv olaraq gəldik. Nəhayət ki, Şuşanın həm kəndini gəzə bildik. Həqiqətən çox böyük qürur verici bir hisslərdir. Bugün ətrafımızda bütün insanlar hamısı əylənirlər. Bu çox bizlər üçün xəyal kimi görünən bir duyğular idi. Çox şükür Allaha ki, bunları yaşadıq və bu işin təşkilatçılarına yenə Araz müəllim başda olmaqla bütün həmkarlar kollektivinə təşəkkür edirik. Peşə Məktəbinin kollektivi adından Allah ulu öndərə, bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Buranı götürəndə o vaxt yazdı.